Deməli, sizin o izləyiciniz hansı ki mesaj göndərib, eyni o izləyicilərdən də biri mənə mesaj göndərmişdi. Sankt-Peterburqda yaşayan və izləyicimiz çox, Allah şükür sizdə də, bizdə də çoxdur. Yəni, bizim elə bilginən ki, Rusiyada çox geniş şəkildə yayılmış bir şəbəkəmiz var. Və harada nə hadisə olursa, onlar bizə açıq şəkildə göndərirlər ki, belə bir hadisə oldu. Və də onlardan biridir ki, Fuad bəy, baxın, mən bu dəqiqə Safiyevski bazadayım. Bu qarşında gördüyün Azərbaycanlıdır. Sırf Azərbaycanlılara yönəlik belə bir fəaliyyət var. Bəli, Tacik, Özbəkdə var, amma Azərbaycanlılar daha çoxdur. Və mən də özümü borc hesab edirəm ki, MİSRA dediyimiz Международная информационная служба российских азерbaycanцев bu mesajı bütün Azərbaycanlı ictimaiyyətə çatdıraq. Yəni, burada məncə qeyri-adi bir şey yoxdur və ondan sonra da bir neçə gün sonra yayınlanan, hətta Rusiyanın rəsmi televiziyalarının yayınladığı xəbərlərdə biz şahidi olduq ki, doğrudan da Rusiyada bazarlarda, təkcə Peterburqda deyil, hətta Saxalinə tutmuş, Kaliningrada qədər bazarlara reydlər həyata keçirərək əskərlik ya səfərbərlik yaşında olan miqrantları, hansı ki Rusiya vətəndaşlığını qəbul edibdir, hərbi uçota alırlar. Və hərbi uçota almağın birinci növbədə mənası onu hərbiyə lazım olduğu zaman birinci növbədə çağırmaq üçündür. Yəni, belə bir məqamı sizə dilə gətirim. Azərbaycanlılar gəlib orada, elə bir tək Azərbaycanlılar deyil, bütün miqrantlar gəlib orada Rus vətəndaşlığını aldığı zaman onlara sual verilir. Hərbidə olmusan mı, olmamısan mı? Bu, olmuşam deyirsə, tutaq ki, Azərbaycanlı bir vətəndaş hərbi biletini göstərir, tərcümə edir əvvəlcə Rus notariusunda, gətirib göstərir. Bunlar baxırlar ki, doğrudan da en sayılı hərbi xidməti keçmişdir, əskər, zabit, nəticə möhürünə baxırlar və onun qeydiyyatına aparır ki, hərbi xidmətdən keçmişdir. Hərbi xidmətdən keçməyibsə, onu Rusiyada əskərliyə göndərirlər. Yəni, birinci qeyd əskərliyini çək, əskərliyini çəkəndən sonra gəl bizdə vətəndaşlıq alasın. Və son dönəmlərdə Rusiya vətəndaşlığına müraciət eləmək çox asanlaşmışdı. Yəni, baxmayaraq ki, əvvəllər Rus vətəndaşlığını almaq üçün gedib günlərlə, gecələr sıraya yazılırdılar. Günlərlə orada Rus zabitlərin, əskərlərin o polis, miqrasiya xidmətinin rəzalət sözləri ilə üzə qalırdılar. Təhqirlərlə üzə qalırdılar. Rüşvətlər verirdilər. Sırf vətəndaşlığa alınır. Niyə? Sizin dediyiniz kimi, lüqotlar var, may dokumenti deyilən bir sistem var, asan xidmət kimi. Orada uçota dayanırsan, vergi, bilməm falan, çox şeylər var. Asan məsələlər var, hansı ki, və ancaq vətəndaş olanda mümkündür. Və son dönəmdə verilən vətəndaşlıqlarda demək olar ki, hərbi xidmət haqqında heç bir məlumat alınmırdı. Elə vətəndaşlığı verir, hətta paylayırdılar. Hətta vətəndaşlığı uzun müddətdən bu yana gözləyənlərə deyirlər, gəl vətəndaşlığını götür. Və bu insanlar ağlı başında olanlar gelib vətəndaşlığını götürmürlər, pasportunu almırdılar. Elə mənə elə köhnə öz pasportum bəsdir, istəmirəm, vid na jительство. Çünki vətəndaşlıq almaqdan əvvəl oturma izni, vid na jительство alırsan, vid na jительство'nun vaxtı 5 illikdir. Və o 5 illik vaxtı heç kim gözləmədən 3 ay, 4 ay sonra gedib vətəndaşlığa müraciət edirdi. Vətəndaşlıq çıxandan sonra gedib almırdılar. Elə vid na jительство'yla yaşamağa davam edirlər. Və Rusların məqsədi Ukraynalıları yox, Belarusları yox, Moldovanları yox. Onlar da var Rus miqrantlarının arasında. Tabii var orada. Sadəcə müsəlman kəsim kimdirsə, Tacik, Özbəki, Qazağı, türk əsillidirlər. Taciklərdən başqa da hamısı türk əsillidirlər. Onları müharibəyə cəlb eləmək üçün vaxtı gələndə hərbi uçota almaqdır. Niyə? Əgər bir Rus vətəndaşıdırsa, bu uşaq yaşından Rusiyada yaşayırsa, bunun o məktəbdə oxuyub aparırlar bir hərbi komissarlığa yoxlamağa nə var, nə yox deyə. Oradan başlayın, ta 18 yaşına qədər bütün hər şey, uçot məlumatları hərbi hissələrdə var. Bəli. Amma miqrantlarınki yoxdur. Miqrantları cəlb eləmək üçün mütləq onun bütün məlumatları, telefonunu, adresini, hardan gəldi, harada yaşıyor, pasport nömrəsi, SNILS deyilən bir nömrə var. Onun SNILS nömrəsi, may dokumenti, identifikasiya nömrəsi, hamısını oraya qeydiyyatdan alırlar. Və Rusiyada Dövlət Dumasının bir qərarı var, yeni qərarı. O sizin qarşınızda olan o kağız formasında Paveska deyilən hərbi çağırış vəsiqəsi göndərmirlər artıq. Elektron vəssalam. Elektron halda onun may dokumenti xidmətinə hərbi çağırışa çağırılmışsınız, təcili voyenkomata və hərbi komissarlığa gəlin mesajı gəldimi, bu getməlidir bir həftənin içində. Getmədimi dezertir. Və dezertir olduğu zaman bu nə ev alqı-satqısı eləyə bilir, nə maşın alqı-satqısı eləyə bilir, nə vergi uçotuna deyə bilir, nə iş apara bilir, heç nə eləyə bilir. Bu ancaq gedə bilər, harsa bir uzaq torpaq sahəsi götürüb,
sivilizasiyadan uzaq şəkildə orada ekib becərib naturalni xəzəsdir deyirlər də. O şəkildə yaşaya bilər, başqa şansı yoxdur. İbtidai icma quruluşuna qayıdıla bilər. İbtidai icma quruluşu şəklində. Başqa şansı yoxdur işləməyə. Yəni təsəvvür edin ki, şəxsiyyət vəsiqənizi əlindən aldığımızda heç nə edə bilmirsiniz. Bax o vəziyyətə salırlar insanı. Və bu vəziyyət qarşısında sadəcə rusları saxlamaq istəmirlər. Əgər o vətəndaş gəlib Rusiya vətəndaşlığını qəbul edibsə, o miqrant daha doğrusu, buranın çörəyini qazanırsa, suyunu içirsə, filan beş məkan, o mütləq şəkildə xidmət eləməlidir. Rəsmi olaraq bu tamamilə haqlı bir vəziyyətdir. Əgər sən Rusiya konstitusiyasına and içmisənsə, vətəndaşlığı qəbul eləmisənsə və Rusiya qanunlarına riayət edirsən, mütləq şəkildə gəlib vuruşmalısan. Bu işin hüquqi yönü. Amma mənəvi yönü olaraq siz düşünün, bir Azərbaycanlı, bir erməni ilə bərabər gedirlər Ukraynada Rusiya tərəfində Ukraynaya qarşı vuruşmağa yanbayan. Əslində Putin tərəfində. Çünki Rusiya o işğaldır da, gedirlər ora ki, amma Putin. Necə ki, vaxtı Hitler tərəfində Almaniya əskərini göndərirdilər Sovet İttifaqına vuruşmağa, eyni şəkildə Putin tərəfində, hətta bəzi şeylər Putler deyirlər. Putler bəli. Tərəfində gedib Ukraynada Putinin tərəfində vuruşacaq. Yəni bu bir çoxları bunu qəbul eləmək istəmir. Həbsə gedərəm, əsirə gedərəm, nə bilim gedib xarici ölkəyə qaçam, amma gedib mən Ukraynaya qarşı vuruşmaq istəmirəm deyirlər. Hətta mən sizi inandırıram, mənə o videodan sonra bir çox Azərbaycanlılar mesaj yazdı ki, düz eləyirlər, vətənini qorumalıdırlar. Əgər onlar Rusiya vətəndaşlığını qəbul edirsə, bunlar Rusiyanın vətəndaşlarıdırlar. Onlar artıq Azərbaycanlı deyirlər, onlar artıq Rusiyalıdırlar. Bax, elə sözlər var. Azərbaycanın türkü deyil, onlar Rusiyalı türklərdirlər. Bax, belə bir deyimlər. Gedib vətənini qorumalıdır. Bax, belə deyimlər gəlməyə başladı. Onları da qınamıram. Niyə? Çünki Rusiyada yaşayan bir vətəndaş, Rusiya televiziyasını izləyən, Rusiya radiosunu, Rus dilli interneti oxuyan, Rusiyada da belə bir şey var ki, orada məsələn Google News Aggregator deyilən bir şey var. Ona dostluq yoxdur. Onun bloklayırlar. Yəni bütün dünyada Google açdığın zaman news çıxır. Orada oxuyursan Google Aggregator öz şeyinə görə, öz mexanizminə görə ora lazımlı xəbərləri məlumatları verir. Orada Yandexdir, Ramblerdir, Mail.ru-dur. Mail.ru kimində Aleksey Rusmanovun misal üçün də. Bunlar Yandexin özü də, bütün bunlar hamısı KMİT tərəfindən yönləndirilən aqreqatorlardır. Taxtabaşlaşdırırlar da insanları belə. Manqurtlaşdırırlar. Çingiz Aytmatov Allah rəhmət eləsin. Manqurt əsl bax onlara aid yazılmış bir əsərdir. Mən də başqa bir termin fikirləşmişəm. Düzdür, manqurt daha geniş, qlobal bir termindir. Taxtabaşlaşdırmaq daha düzgün olar. Yəni, qısaca deyim ki, orada yaşayan Azərbaycanlılar, hansı ki, məni qınıyırlar ki, Fuad belə eləmə, hətta bir dənəsinin səsini qoyuram, bilirsiniz nə deyir? Deyir, hamısı sənin üstündə oldu. Sən ki, gəlib orada Azərbaycanlıları belə bir araya gətirməsən, sən Azərbaycanlıları belə vəziyyətə ki, sən onları bir araya gətirməsən, oyatmasaydın, bilməm nə. Mən əvvəlcə bildim, zarafat edir. Bax, bugünkü gündə bizim Rusiyada bugünə düşməyimizin günahı sənsən. Bunlar sən acıq elədin, sən də getdin harasa, bizi qaldavat elədin, bu ölkəni bu günə saldın. Bax, bunun hamısının günahını mən səndə görürəm. Bizim ölkənin bu günə düşməyinin günahı səndədir. Başa düşdünüz? Bəli, Müzəffər, bax, indi hər halda özün qulaq asdın, qardaş. Mən buradan etiraf edirəm, mənim heç bir günahım yoxdur. Yəni, o bir dənə məşhur kino var, Nikulin kinosu, deyir, ne vinovat ya, on sam prişel, onun kimi.